Salam, hər vaxtınız xeyir. 14-cü sualın izahına baxaq. Jaqulin xaratılmış mərmi trayektoriyanın ən yuxarı nöqtəsində kütlələri M1 bərabərdir M və M2 bərabərdir 2 olan iki qəlpəyə parçalandı. Partlayış anında qəlpələrdən birincisinin sürətinin modulu V olarsa, ikincisinin sürətinin modulu nəyə bərabər olar? Biz bilirik ki, partlama məsələləri impulsun saxlanma qanunu ödənilir. Çünki bu sistem həm qapalıdır, həm də kənardan təsir yoxdur. Buna əsasən biz impulsun saxlanma qanunu P əvvəlki impuls bərabərdir P son olaraq yaza bilərik. Yəni əvvəlki impulsumuz son impulsa bərabərdir. Və biz impulsun saxlanma qanununu hesablayanda biz bunu ya proyeksiya ilə hesablamalıyıq, ya da vektoral şəkildə yazaraq hesablamalıyıq. Burada rahat olsun deyə biz proyeksiyadan istifadə edə bilərik. İndi baxaq görək necə olur bu. Deməli, partlama üfüqi istiqamətdə olubdur. Yəni fikir verin, X oxu boyunca biri sağa gedibdir, biri sola gedibdir. İstiqamətimizi tapdıq. Buna əsasən impulsu tapa bilərik. Deməli, əvvəlki impulsumuza baxaq ilk olaraq. Əvvəlki impulsda deyir ki, bu cisim gəlib tam partlamamışdan əvvəl gəlib tam bura çatanda trayektoriyanın ən yuxarı nöqtəsində olubdur. Yəni maksimal hündürlükdə olubdur. H maksimal. Və biz bilirik ki, maksimal hündürlükdə cisim dayanır. Sürəti 0 olur. Deməli, bizim əvvəlki impulsumuz da o zaman 0 imiş. Bu bərabərdir. İndi baxaq sonraki impulslara. Deməli, bura X oxu istiqaməti olsa, o zaman biz görürük ki, P2-miz X oxu istiqamətində olduğundan müsbətdir. O zaman yaza bilərik P2 üzərinə gəlinsin. Amma bizim P1-imiz X oxun əksinədir deyə mənfi olacaqdır. Üzərinə gəlinsin mənfi P1. Buradan da biz alırıq ki, P2 bərabərdir P1-ə. Əgər bizə belə məsələ veribdirsə, bizə deyirsə ki, məsələn, trayektoriyonun ən yuxarı nöqtəsində və ya maksimal hündürlükdə, o zaman biz bu düsturdan istifadə edirik. Yəni, əgər cisim maksimal hündürlükdə parçalanırsa və ya trayektoriyonun ən yuxarı nöqtəsində parçalanırsa, bu zaman sonraki impulslar bir-birinə bərabər olur. İndi qiymətləri yerinə yazaraq hesablaya bilərik. Deməli, P2 üçün bizə veribdir, kütləsini 2M-dir. Vurulsun, sürətini bilmirik, bunu istəyir bizdən. V2 bərabərdir. P1-in kütləsi M, vurulsun, sürətini də bizə veribdir V-yə. Buradan da V2 bərabərdir. M-lər ixtisar getsə, V bölünsün 2-ni almış olarıq. Yəni, B variantını almış olarıq. İzlədiyiniz üçün təşəkkürlər. Hələlik.